Ay gözəl, zərif olan, amma bəxtindən, taxtından yarımayan qadınlar. Ay mənim kimi heç vaxt maddiyyat güdməyib, amma kiçik bir sevgidən sevinən qadınlar, amma heç vaxt yarımayıb, onu görməyən qadınlar. Ay mənim kimi heç vaxt bir buket almayan qadınlar. Ay axşamlar yastığa sarılıb, hönkür-hönkür ağlayıb, səhər durub pomadasını çəkib, cəmiyyət içərisinə güləriz gedən qadınlar. Ay mənim kimi sevgi verib, fədakarlıq edib qarşılığını görməyən qadınlar. Ay itkiləri olub, özünə qapanan qadınlar. Ay öz halal çörəyini qazanan, namusu ilə, qeyrəti ilə, yalnız özünün əlinin zəhməti ilə bitkə çörəyini yeyən gözəl qadınlar. Ömür boyu sevgisizlikdən əziyyət çəkən, gözləri qapıda qalan qadınlar. Bizə bu çiçək lazım deyil, bizə sevgi, qayğı lazımdır, bizə diqqət həmişə lazımdır. Ay bunu görməyən qadınlar. Ay həmişə mənim kimi yaxşılıq eləyib, adı pisliyə çıxan qadınlar, adı it dəftərində olmayan qadınlar, yazıq qadınlar, gözəl qadınlar. Halbuki hamıya, uşaq böyüyə hamının qarşısına qaçan, ürəyi çiçək kimi təmiz olan, paxıllıq eləməyən qadınlar. Qalxın ayağa. Düzdür, bugün bizim bayramımız deyil, amma yenə də həmişə özünüzə çiçək alın. Vallah, ən yaxşı. Yay, qış həmişə, bax belə mənim güldanımda çiçəklərim olur. Allah yetirir, özüm əkirəm, becərirəm və yaxud da ki, təbiətin gözəl neymətləri. Ay qadınlar. Heç kəsdən heç nə ummayın, özünüzə gedin buketlə və yaxud dibçəkdə çiçəklər alın. Ondan sonra özünüzə tort alın mənim kimi. Özümə şəkər bura bişirmişəm. Həm ad günüm, həm 8 martım, həm Novruz bayramım, hamısı bu mart ayındadır. Bu arada bütün balıqları öpürəm. Heç vaxt kişilərdən heç nə ummayın. Yəni sevgi qarşılıqlı olmalıdır. Ay mənim kimi həmişə sevgi verib, qarşılıqsız qalan fədakar qadınlar. Sevgi çox gözəldir. İnsan sevəndə dünyanı, qapqara dünyanı da rəngarəng görür. Mən elə düşünürəm. Sevgi gözəldir. Sevgi çiçəkdə də ola bilər, böcəkdə də ola bilər. Nə bilim, yeməkdə də ola bilər. Düzdür, əks cinsin sevgisi çox gözəldir. Yəni ki, bir qadın bir kişini sevməlidir. Çünki qadın onda güclü olur, özünü dəyərli hiss eləyir. Daha neyniyək, bizimki də belə gətirib. Qalxın ayağa, heç nə gözləməyin. Mənim kimi özünüzü təbrik eləyin. Olmadı, biz də belə yaşadıq, getdik. Nə edək? Bu arada bayramı boş verin. Gəlin yığışın, görək günortaya nə bişirək. Bizim ən təhlükəli sualımız günortaya nə bişirək? Öpürəm. Buradan bütün məni izləyən, bütün xanımlar, eləcə də izləməyən, səhifəmi təsadüfən görən hər kəsə təşəkkür edirəm. Bəyənin, paylaşın. Bütün xanımlara bir-birimizə dəstək olaq, bir-birimizə gedib pis sözlər yazmayaq. Çünki xanım xanımın dostu olmalıdır. Onun düşməni olmalı deyil. Bərabər olaq. Bu arada kişilərlə heç bir işim yoxdur. Onlar da olmalıdır, onda qadın güclüdür. Amma xanımların sevgisinə qarşılıq verin. Onları təkcə bir buket gül almaqla deyil, daimi sevginizlə xoşbəxt eləyin. Gəlin yığışın, görək günortaya nə bişirək. Hələlik bu videonu paylaşın.